Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Yaşar Nurinin müğənni və aparıcı qızı Ülker Yaşar Küncübucaq TV-də qonaq olub. O, verilişdə şəxsi həyatından, atasının xatirəsindən və şou biznesdə qarşılaşdığı çətinliklərdən danışıb. Ülker Yaşar bildirib ki, atası Yaşar Nuri kimi sənətkarın övladı olmaq həm qürur vericidir, həm də məsuliyyətlidir. Yaşar Nuri kimi bir sənətkarın qızı olmaq həm çətindir, həm də çox qürur vericidir. Mən heç vaxt atamın adından istifadə etməmişəm. Qürurum buna imkan verməyib. Peşmanam ki, o vaxt atamın sözünə qulaq asmadan. Məni elə ailələrdən elçi düşürdülər, amma getdim, çox kasıb bir ailə ilə ailə həyatı qurdum. Sonradan xəyanət oldu və ayrıldım. Yaşar Nurinin qızı olduğuma görə mənə qibtə aparanlar çoxdur, amma 13 ildir qapımı döyən yoxdur. Ona görə də kiminsə bugün mənə yol göstərməyə haqqı yoxdur. Atam mənə hər zaman deyirdi, heç vaxt başındakı tacı yerə qoyma, mən onun qızı olmaqdan qürur duyuram. Müğənni həmçinin geyim tərzi və səhnə davranışına görə edilən tənqidlərə də cavab verib. Mən hər zaman fərqli olmuşam, geyimlərimə görə tənqid edənlərə sözüm budur. Geyinmək yaraşırsa geyinərəm. Bu mənim seçimimdir. Geyimimlə bağlı müzakirələr mənə heç vaxt maraqlı deyil. Ülker Yaşar şəxsi həyatı barədə də açıq danışıb. O, ailə qurmaqla bağlı tələskən olmadığını və bu mövzuda çox ciddi düşündüyünü deyib. Mən ömrü boyu şəxsi həyatımı nümayiş etdirmərəm. Mənim belə bir fikrim də yoxdur. O qədər ailəli insanlar var ki, mənə münasibət təklif edirlər. Hətta bəziləri deyir ki, övlad da dünyaya gəlir. Amma bu mənə lazım deyil. Mən hər zaman Allahdan istəmişəm ki, qismətim halal və doğru insanla olsun. Övladlarım da gözəl ailədə böyüsün. Mən o insanla ailə quraram ki, onunla rahat əl-ələ gəzə bilim, yan-yana otura bilim. Kiminsə tanışlığı ilə, kiminsə vasitəsilə qurulan münasibət mənlik deyil. Mənim üçün yoldaşım samballı, hörmətli bir insan olmalıdır. Şəxsi həyat mənim özümə aiddir. Heç kimin bu məsələyə qarışmağa haqqı yoxdur.